Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam dəyərli izləyicilər, günün ən aktual xəbərləri ilə qarşınızdayıq. Azərişıq ün məhkəmədə sakinlərə uduzması gündəmin əsas mövzularındandır. Qərara əsasən elektrik xəttindəki nasazlıq nəticəsində tələf olduğu bildirilən inəklərə görə kompensasiya ödənilməlidir. Müəllimlər üçün də vacib yenilik var. Onların yay məzuniyyətinin müddəti və məzuniyyət ödənişləri ilə bağlı detalları təqdim edirik. Amerika Birləşmiş Ştatlarında isə gərgin anlar yaşanıb. Trampa hücum cəhdi və Ağ Ev yaxınlığında baş verən atışmanın təfərrüatları açıqlanıb. Tahir İmanovun uşaq pulu ilə bağlı deputata sərt cavabı da diqqət çəkib. Bundan başqa, Xalkalaki-Qars dəmiryolunun fəaliyyətə başlaması və Paşinyanın Türkiyəyə təşəkkürü regionda müzakirələr yaradıb. Daha ətraflı videoda izləyin. Lerik sakinləri Azərişıq Asçini məhkəməyə verib. Oxu 24 xitab 24 aza istinadla xəbər verir ki, buna inəkləri elektrik cərəyanının vurması səbəb olub. Hadisə Piran kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq 2 inəyin üzərinə düşüb. Nəticədə iri buynuzlu heyvanlar tələf olub. Nəsimi rayon məhkəməsi dəymiş maddi ziyanın ödənilməsi üçün Azərişıq Asçidən ümumilikdə 6400 manat tutularaq inək sahiblərinə ödənilməsinə dair qərar çıxarıb. Lakin Azərişıq məhkəmənin bu qərarı ilə razılaşmayıb və yuxarı instansiyalara üst tutub. Qurum etirazı isə heç bir fayda verməyib və Nəsimi rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Müəllimlərin məzuniyyəti ilə bağlı yeni qaydalar, ən vacib məqamlar. Əmək Məcəlləsinə edilən son dəyişikliklərə əsasən müəllimlər və digər pedaqoji işçilər artıq əmək məzuniyyətindən yalnız yay aylarında deyil, ilin istənilən dövründə istifadə edə biləcəklər. Pedaqoji işçilərin məzuniyyət müddəti vəzifədən asılı olaraq dəyişir. Müəllimlər təhsil müəssisələrinin bir sıra rəhbər və pedaqoji işçiləri, psixoloqlar, loqopedlər, elmlər doktorları və digər kateqoriyalar üçün 56 təqvim günü əmək məzuniyyəti nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları, metodistlər, məşqçi müəllimlər, bəzi internat məktəblərinin tərbiyəçiləri və fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlar üçün isə 42 təqvim günü əmək məzuniyyəti verilir. Məzuniyyətə çıxmaq üçün əmrin verilməsi ən azı 5 gün əvvəl həyata keçirilməli və işçi bununla tanış edilməlidir. İşçinin ilk iş ilində məzuniyyət hüququ əmək müqaviləsi bağlandıqdan sonra 6 ay işlədikdən sonra yaranır. Lakin işə götürənin razılığı ilə bu müddətdən əvvəl də məzuniyyət verilə bilər. Əvəzçilik üzrə çalışan müəllimlərin də məzuniyyət hüquqları qorunur. Əsas iş yerində müəllimə neçə gün məzuniyyət verilirsə, əvəzçiliklə işləyən müəllim üçün də eyni müddət tətbiq olunur. Məzuniyyət haqqı son 12 ayın orta əmək haqqı əsasında hesablanır. Bunun üçün, bir son 12 ay üzrə əmək haqqı məbləği toplanır. 2-12-yə bölünərək orta aylıq əmək haqqı müəyyən edilir. 3 alınan məbləğ 30,4-ə bölünərək orta günlük əmək haqqı hesablanır. 4 orta günlük əmək haqqı məzuniyyət günlərinin sayına vurulur. Məsələn, müəllimin son 12 ay üzrə ümumi əmək haqqısı 14.219,52 manat olubsa, orta aylıq əmək haqqı 184,21 manat. Orta günlük əmək haqqı 38,95 manat. 56 günlük məzuniyyət haqqı 281,44 manat. Müəllim məzuniyyətdən istifadə etmədən işdən ayrıldıqda istifadə olunmamış günlərə görə kompensasiya alır. Əksinə tam məzuniyyətdən istifadə etdikdən sonra iş ilini başa vurmadan işdən ayrılarsa, artıq ödənilmiş məzuniyyət məbləği son hesablaşmadan tutula bilər. Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda, Ağ Evin bilavasitə yaxınlığında baş verən və böyük təşvişə səbəb olan silahlı insidentin şok təfərrüatları məlum olub. Prezident iqamətgahına hücum edən şəxsin şəxsiyyəti və hadisəni törətmə motivi müəyyənləşdirilib. Nojoment az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının dövlət başçısı Donald Trumpın iqamətgahına gələn silahlı şəxs orada növbə çəkən təhlükəsizlik zabitlərinə və gizli xidmət əməkdaşlarına qarşı qəfildən atəş açıb. Hadisə baş verən anlarda Amerikalı jurnalistlər Ağ Evin həyətindən canlı yayımlar edirdilər. Atışma başlayan kimi media nümayəndələri dərhal təxliyə edilərək qapalı brifinq otağına salınıb və qapılar qapadılıb.
Təhlükəsizlik qüvvələrinin operativ müdaxiləsi nəticəsində atəş açan şəxs qısa müddətdə zərərsizləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, hücum edən şəxs 21 yaşlı Afroamerikalı Nesir Bestirilkin tibbi və hüquqi ekspertizanın rəyinə görə gəncin ciddi psixi pozuntuları olub. Ağır ruhi xəstəlikdən əziyyət çəkən 21 yaşlı Nesir Best özünü İsa Məsih adlandırılmış və hücumu da bu qeyri-adekvat psixoloji vəziyyətdə həyata keçirib. Hazırda hadisə ilə bağlı Vaşinqton Polis İdarəsi və Federal Xidmətlər genişmiqyaslı təhqiqatları davam etdirir. Milli Məclisin deputatı Günay Ağamalının televiziyada uşaq pulu ilə bağlı səsləndirdiyi qalmaqallı bəyanat ictimaiyyətdə və mədəniyyət camiyyəsində ciddi rezonans doğurub. Əməkdar artist Tahir İmanov deputatın sözlərinə sosial şəbəkə hesabında paylaşdığı xüsusi video müraciətlə reaksiya verib. Nocoment az xəbər verir ki, Tahir İmanov millət vəkilinin Azərbaycanda uşaq pulu verilsə, insanlar işləməyəcəklər fikrini kəskin sarkazm və yumorla hədəf alıb. Sənətçi deputatın yanaşmasını satirik üslubda böyük kəşf adlandıraraq bunları deyib. İndi təqaüdə çıxmışam, keçmiş məmur kimi deyə bilərəm ki, uşaq pulu verilsə cəmaat işləməyəcək. Cəmaat işləməsə deməli, pul qazanmayacaq. Pul qazanmasa deməli, özünə paltar ala bilməyəcək və əsas məsələ burada başlayır. Paltar ala bilməsə, onda cəmaat lüt gəzəcək. Lüt gəzəcəksə, özünüz başa düşdünüz də bu nəyə gətirib çıxarır. Uşaqların sayı artacaq, cəmaatın sayı artacaq. Görün biz onda nə qədər uşaq pulu verməliyik. Xatırladaq ki, parlamentin deputatı məxluq Günay Ağamalı yerli telekanallardan birinin efirində çıxışı zamanı Azərbaycanda uşaq pulunun bərpa edilməsi tələblərinə qarşı çıxaraq, bu addımın vətəndaşlar arasında tənbəllik yaradacağını və işçi qüvvəsinin bazardan çəkilməsinə səbəb olacağını iddia etmişdi. Deputatın ailə büdcəsinə dəstək mahiyyəti daşıyan bu sosial ödənişi insanların işləməmək bəhanəsi kimi qiymətləndirməsi sosial şəbəkələrdə geniş tənqid atəşinə tutulmuşdu. Ermənistanın baş naziri Nikol Paşinyan Axalkalaki Qars dəmir yolunun fəaliyyətə başladığını bildirib. Publika Ağızın məlumatına görə baş nazir bu barədə Facebook səhifəsində yazıb. Axalkalaki Qars dəmir yolunun, eləcə də Azərbaycanın dəmir yolunun bundan sonra Ermənistana ixrac və idxal üçün açıq olduğunu elan etməkdən məmnunam. Bu, ölkəmizin iqtisadi həyatında böyük hadisədir. Türkiyə və Gürcüstandan olan tərəfdaşlara təşəkkür edirəm, deyə Paşinyan bildirib. O əlavə edib ki, hazırda Ermənistan, Gürcüstan və Azərbaycan ərazilərindən keçməklə Rusiya ilə, habelə Rusiya və Qazaxıstan vasitəsilə Çinlə dəmir yolu əlaqəsinə malikdir. İndi bu istiqamətlərə, o cümlədən Avropa İttifaqı ilə əlaqəni təmin edən, Gürcüstan və Türkiyədən keçən marşrut da qoşulub. Bundan başqa, erməni hökumətinin başçısı yaxın vaxtlarda Ermənistanla Türkiyə, Ermənistanla Azərbaycan, sonradan isə Naxçıvan vasitəsilə Ermənistanla İran arasında birbaşa dəmir yolu əlaqəsinin açılacağının gözlənildiyini bildirib. TRIP layihəsinin həyata keçirilməsi nəticəsində biz yaxın gələcəkdə bu hadisələrin şahidi olacağıq, deyə Paşinyan vurğulayıb.